Beləliklə, Azərbaycan Xalq Parlamenti illik fəaliyyət konsepsiyası. Dostlar, bu sənədə elə belə baxmayın, bu çox önəmli sənəddir və diqqətlə xahiş edirəm, buna diqqət kəsilək. Azərbaycan Xalq Parlamenti, Azərbaycan xalqının suveren hüquqlarının, siyasi iradəsinin və demokratik özünü idarə prinsipinin ifadə olunduğu ümummilli ictimai siyasi platformadır. Azərbaycan Xalq Parlamenti mövcud siyasi reallıqda xalqın iradəsinin dövlət idarəsində kənarlaşdırılması, seçki institutlarının legitimliyinin itirilməsi, hüququn aliliyinin sistemli şəkildə pozulması şəraitində yaranmış demokratik boşluğa cavab olaraq formalaşmışdır. Azərbaycan Xalq Parlamentinin fəaliyyəti aşağıdakı strateji məqsədlərə xidmət edir. Qeyri-legitim və qapalı idarəçilik modelinə qarşı demokratik və institusional alternativin yaradılması, Azərbaycanın gələcək inkişafı üçün keçid dövrü, siyasi, hüquqi və idarəetmə modelinin hazırlanması, xalqın iradəsinin həm daxili, həm də beynəlxalq müstəvidə siyasi legitim aktyor kimi təqdim edilməsi, daha doğrusu aktyor kimi təqdim edilməsi. Bu konsepsiya Azərbaycan Xalq Parlamentinin bir illik fəaliyyətinin prioritetlərini, metodlarını, risklərini və institusional xəritəsini müəyyən edən əsas proqram sənədidir. Əsas prinsiplər. Azərbaycan Xalq Parlamentinin öz fəaliyyətini aşağıdakı fundamental prinsiplər, parlament özünün fəaliyyətini aşağıdakı fundamental prinsiplər üzərində qurur. Birinci, xalq suverenliyi. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Heç bir siyasi struktur xalq iradəsini əvəz edə bilməz. Bir daha xatırladıram, dəyərli dostlar, bu hər bir xalqımızın diqqətindən bu şəkildə çatdırılmalıdır və xalq bunu bilməlidir. Bu bizim konstitusiyamızın bizə verdiyi hüquqdur. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Yəni, xalqdan başqa kimsə hakimiyyəti mənimsəyə bilməz. Heç bir siyasi struktur xalq iradəsini əvəz edə bilməz. Bu, xüsusilə bugünkü hakimiyyətə bir siqnaldır ki, siz zorla konstitusiya dəyişikliklər eləyib, hakimiyyəti mənimsəyə bilməzsiniz və hakimiyyətin mənbəyi xalqdır. İkinci, demokratik legitimlik. Hakimiyyət yalnız azad, ədalətli və rəqabətli seçkilər yolu ilə legitim ola bilər. Seçki olmadan dostlar, özdə azad və ədalətli seçki olmadan heç nəyə nail olmaq mümkündür və bu legitim sayılmır. Seçkidə bircə dənə səs belə saxta olsa, orada legitimlik ola bilməz. Üçüncü, hüququn aliliyi. Qanun siyasi iradədən üstün olmalı, hüquq selektiv deyil, universal tətbiq edilməlidir. Yəni, qanun hər şeydən üstüdür. Şəxslər yox, qanunlar hər şeydən üstün olmalıdır. Şəffaflıq və hesabatlılıq. Siyasi qərarlar cəmiyyətə açıq, əsaslandırılmış və izah edilə bilən olmalıdır. Burada, dostlar, bu izah edilə bilən olmalıdır sözünü, deməli, başa düşülən olmalıdır, dedilər, əvəz eləyək. Mənə belə gəlir ki, izah edilə bilən də elə başa düşülən kimi eyni mənanı verir. Ona görə burada dəyişikliyə ehtiyac qalmadı. Beşinci, siyasi pluralizm və inklüzivlik. Fikir müxtəlifliyi zəiflik deyil, demokratik gücdür. Bəzən bizim dostlarımız da görürsə, fikir müxtəlifliyi olanda narahat olurlar ki, onun fikri mənimkindən düz deyil, belə az qalır, amma fikir müxtəlifliyi zəiflik deyil, dostlar. Bu demokratik gücdür. Fikir müxtəlifliyi olanda ortaq bir nəticə gəlmək olur. Amma bir var, hamı eyni fikir deyəndə, orada nə inkişaf var, nə ortaq bir fikrə gəlmək yox. Zorakılığın rədd edilməsi, 6-cı. Azərbaycan Xalq Parlamenti yalnız dinc, hüquqi və siyasi mübarizə metodlarını qəbul edir. Bizim heç bir silahlı üsyana, heç bir nəmə silahlanmaya, heç bir nəyə başqa bir metoda bizim ehtiyacımız yoxdur, dəyərli. Bizi izləyən Azərbaycan xalqı və dəyərli millət vəkillərimiz, dəyərli dostlar. Biz zorakılığı rədd edirik və Azərbaycan Xalq Parlamenti yalnız dinc, hüquqi və siyasi mübarizə metodlarını qəbul edir. Siyasi aksiyaları nəzərdə tutursa, bəziləri deyə bilərək və siyasi aksiya, bəli. Siyasi aksiyalar siyasi mübarizə metodlarından biridir. Və biz hər zaman xalqımızın ayağa durub öz hüquqları müdafiə eləməsi üçün də çağırışlar eləyə bilərik. Milli maraqların üstünlüyü. Xarici təsirlərdən asılı olmayan, xalqın uzun müddətli rifahına xidmət edən siyasət əsasdır. Strateji məqsədlər. 1. Demokratik keçid üçün siyasi platforma. Azərbaycan Xalq Parlamentinin əsas strateji vəzifəsi demokratik keçid prosesinin siyasi və institusional əsaslarını formalaşdırmaqdır. Bu çərçivədə demokratik keçidə dair milli bəyanat hazırlanır və ictimai müzakirəyə çıxarılır.
Keçid dövrü üçün müvəqqəti icra və qanunverici institutların modeli işlənir. Müvəqqəti Milli Məclis və keçid hökumət arasında səlahiyyət bölgüsü konsepsiyası hazırlanır. 2. Alternativ qanunverici və siyasi baxış. Azərbaycan Xalq Parlamenti mövcud qanunvericiliyə alternativ olaraq azad seçkilər, müstəqil məhkəmə sistemi, real yerli özlü idarə üzərində qurulan qanun layihələri və islahat paketləri hazırlayır. 3. Milli və beynəlxalq legitimliyin gücləndirilməsi. Azərbaycan Xalq Parlamenti, beynəlxalq parlamentlər, demokratik hökumətlər, insan hüquqları institutları ilə sistemli əlaqələr quraraq Azərbaycanın demokratik gündəmini qlobal siyasi diskursa daxil etməyi hədəfləyir. Əsas fəaliyyət istiqamətləri. A. Siyasi fəaliyyət. Müntəzəm plenar iclaslar və tematik sessiyalar. Milli və beynəlxalq hadisələrə operativ siyasi mövqelər. Strateji yol xəritələrinin qəbulu. B. Hüquqi və institusional iş. Keçid ədaləti mexanizmləri. Prokurorluq və məhkəmə sisteminin depolitizasiyası. Yəni ki, bu prokurorluq və məhkəmə sistemi ümumiyyətlə siyasətdən kənarda durmalıdır. Bunlar heç bir zaman siyasi məsələlərlə, siyasi vasitələr onlara təzyiq olunmalıdır. Onlar siyasətdən tam olaraq kənarda durmalıdır. Ona görə bu depolitizasiya çox önəmli bir məsələdir, dəyərli dostlar. Seçki komissiyalarının müstəqilliyi üzrə model. Seçki komissiyaları müstəqil olmalı və müstəqil olmasa, o zaman kimlərisə təsir altında olsa, onların maraqlarından çıxış edəcək. C. Sosial-iqtisadi siyasət. Sosial bərabərsizliyin azaldılması. Enerji gəlirlərinin şəffaf və ədalətli bölgüsü. Korrupsiyaya qarşı institusional mübarizə mexanizmləri. D. Təhlükəsizlik və xarici siyasət. Milli təhlükəsizlik anlayışının demokratikləşdirilməsi, regional sülh təşəbbüsləri, Azərbaycanın beynəlxalq öhdəliklərinin icrasına nəzarət. E. İnsan hüquqları və vətəndaş azadlıqları. Siyasi məhbusların azad olunması üçün beynəlxalq kampaniyalar, media azadlığı və jurnalist təhlükəsizliyi, vətəndaş cəmiyyətinin bərpası. Dəhşətli struktur və iş prinsipləri. Azərbaycan Xalq Parlamenti aşağıdakı institusional mexanizmlərlə fəaliyyət göstərir. Plenar iclas, tematik və daimi komitələr, koordinasiya şurası, intizam komissiyası, seçki komissiyası. Qərarlar, kollegial, açıq və ya gizli səs vermə. Bu bizim nizamnaməmizdə olan məsələdir, dəyərli dostlar. Bu qərarların hansı formada qəbul olunması. İctimai protokol. Bu əsaslarda qəbul edilir. İctimai əlaqələr və şəffaflıq. Rüblük və illik hesabatlar, açıq dinləmələr və ictimai forumlar, rəqəmsal parlament platforması, gənclər və regionlar və əlaqə proqramları. Risklər və qarşı tədbirlər. Hansı risklər olardır və ona qarşı hansı tədbirlər görülə bilər. Risklər. Repressiv təzyiqin artması, dezinformasiya və təxribat, xarici təsir cəhdləri. Buna qarşı tədbirlər. Hüquqi müdafiə fondları, beynəlxalq hüquq mexanizmləri, daxili siyasi etik kodeks. Yekun. Bu illik fəaliyyət konsepsiyası Azərbaycan Xalq Parlamentinin xalqın iradəsinə əsaslanan hüquqi və dinc demokratik mübarizə xəttini təsdiqləyir. Azərbaycan Xalq Parlamenti özünü xalqın səsi, demokratik keçidin siyasi mərkəzi və gələcək azad Azərbaycanın parlament təməli kimi təqdim edir.